İmamın kərvanı Zilhəccə ayının 8-dən bugünə kimi Məkkə ilə Kufə arasında 16 məntəqə qət etmişdi. Müxtəlif maraqlı hadisələrin baş verdiyi bu səfərdə Züheyr İbn Qeyn Zərud dayanacağında imama qovuşmuşdu. Hürr İbn Yezid Riyahinin dəstəsi ilə Zuhəsəm dayanacağında qarşılaşan İmam Hüseyin əleyhissalam Beyzə dayanacağında orada olan hər kəsə xütbə söyləmişdi. Hicri 61-ci ilin Məhərrəm ayının 1-ci günü imamın kərvanı Dəni Müqatil qəsri deyilən dayanacağa çatdı. Hürr İbn Yezid Riyahi imamın Kufəyə doğru getməsinə imkan vermədi və kərvan Kərbəlaya doğru yola düşdü.